Gəlin sizə bir şeylə də bağlı izahat verin ki, bu da sizin beyninizə həkk olsun. Bu günləri misal üçün, indi başqa formada mənim üçün qara yaxma şeyləri paylaşırlar. Qəbələli filan kəsə söz dedi, qəbələli. Yox, bax, mən tanımadığım adamın adını çəkirlərsə mənim üçün, o adam mənim üçün heç kəsdir. Əgər mən o adamı tanımıramsa və tanımaq məcburiyyəti deyə bir şeyim də yoxdur mənim üzərimdə. Bir adamı mən saplayıramsa, bütün 2 milyard insanın dinin təhqir edib, Allahın inancını təhqir edən adamla mən mübarizə aparıramsa, gəlib kiminsə adını çəkməyin, sənin o adama qarşı hörmətinin olmamağını göstərir. Başa düşdün? Təsəvvür elə, mənim Lənkəranda bir hörmətli şəxs tanıdığım var və çox ciddi belə dava qırğın söhbətin içində qarşıdakı adam istədiyini danışa bilirsə, istədiyi adamı saplaya bilirsə, mən gəlib o söhbətdə o adamın adını çəkirəmsə, qarşıdakı adam onu tanımırsa, durub ona ağır söz deyər, ona günahkar o adam olmur, ona söz dizdirən mən oluram. Çünki mən o adamım. Çünki Qəbələdə Nihad adlı, Nahid adlı, Fərid adlı minlərlə adam var. Yəni bu məntiqsizdir. Sən birinci adamı tanışdıq verərsən, deyərsən ki, hörmətli qardaşımız filan kəs, nə bilim, nə. Bu adam, misal üçün, səni tapacaq, sənlə danışacaq, bu ayrı məsələdir. Yoxsa borcu, bir dənə ad çək filan kəs səni şey eləyəcək, tapacaq deməyi, heç kəs yer göbələyi zadı deyil. Əlbəttə ki, mənim bir cavabım var. Amma mən ada demişəm, kiməsə demirəm bunu. Mən kimdənsə də qorxum yoxdur. Yox, əgər deyirsinizsə bu günləri Azərbaycanda yaşayan adi rayonun bir adamı İlhamızdan, Azərbaycanda bir dənə oğru var, o da İlhamdır. İstədiyi oğrunu da tutturur, istədiyi doğrunu da tutturur, istədiyi düz adamı da şərləyib tuttura bilir. Bu bizə nə deməkdir? Siz öz sevdiklərinizi səhv çıxartmaq üçün və onlara söz dizdirmək üçün siz ortaya atırsınız. Bu özü zaten səhvdir. Bir yerdə ki, rəhmətli İmamədi Rövşəni tanımırlarsa, orada onun adını çəkib, o mövzuyu onları soxmaq və onların xəbər olmadan sizin o adama hörmətinizin olmamasını göstərir. Yəni, mən bu günləri yenə də deyirəm, mən onlarla da danışmışam, qardaşlarla danışmışam. Ad çəkən adamlar sadəcə götdülər. Praşmandovka deyirlər, nə deyirlər, bax ondandılar. Heç kəsin adını gəlib mənim canımda çəkmir. Heç kəsin. Və hörmətli olan adamların heç kəsi çəkmir. Çəkdiyiniz adam namaz qılan adamdır. Müdafiəsinə gəldiyiz adam namaz qılanların anasını soyan adamdır. Yaşayışsız kim? Sən deyərsən, nə bilim, Əbdül, mən deyirəm ki, ateistin müdafiəsinə gəlib Əbdül adını çəkirsə, Əbdül də ateistdir. Deməli, onun haqq olduğunu deyir. Deyəcəm, Əbdülün anasını sikim. Okey. Əbdülü də sən durduğu yerə söydürmüş olacaqsan. Sizin münasibətiniz belə götü-baş gəlir. Ateistin müdafiəsinə gəlib Qəbələdə dinə inanan bir adamın adını çəkib ortaya onu soxmağınız sizin o adama qarşı sayğısızlığınızdır. Mənim yox. Mən o adama qarşı sayğısızlıq eləməmişəm. Niyə? Çünki mən ad çəkilən adamları tanımıramsa və tanımaq kimi də mənim məcburiyyətim yoxdur. Ona görə də özünüzə fikir verin. Məni yıxmaq üçün xahiş edirəm, real, doğrucu, gerçək qüsurlarla, mənim tapdığınız qüsurlarla üstümə alın, öpürəm.